Salam dostlar, bugün sizlerle gördüğünüz kimi biraz neşəli olmasam da, yani ki öz hesabımda da olmasam da başka bir hesaptayım. Yani ki misali yani ki biraz evvel bu hesaptaydım. Bu hesabı xalamoğlu verdi mənə ki hesabım banlayıb. TikTok'tan takip edenler bilər də. Bunun açıklaması gelsin, açıklaması gelsin. Yani işte açıklaması geldi. Hesab necə banlayıb? Bir hesabda 3-cü parti yazılım, ne bileyim hile, VPN, ne bileyim maskar hilesi, ne hilesi, ne kadar hileler var da. Heç birisi olmadan hesabım ban yedi. Hem de yandığı yere ben emülatörle gitmiştim. Ne bileyim deyəsən şey atırdıq. Dostumla yanımdaki Kofin ile şey atırdıq. Eğitim sahası. Kofin eğitim sahasında değildi ya. Yani de yanımdaydı. Qəfildən kompüter donmaya başladı. Özü kompüter belə necəyim, çox yaxşı kompüter deyil də. Kompüter donmaya başladı və hesabım ban yedi. Heç ona bilmirdim hələ ki. Kompüter donmaya başladı. Nəmə atdı oyundan. Sonra təzədən girdim oyuna. Və gördüm ki, hesaba girə bilmirəm. Sonra neydi? Başqa hesaba girdim. Oyundan gördüm ki, üstündə ban yazılıb, ban det yazılıb. Ən birinci deyim ki, yəni ki, elə belə şey olar da. Belə deyim də. Amma oyuna girdim, girə bilmirəm. Nə bilim, girə bilmirəm. Nə ban deyir, vəsaitsi deyir. Sonra isə gəldik bura. Və bu hesabı aldım hələliyinə. Yəni ki, özünə qaytaracağım. Adını dəyişmişəm çünki klan azadı yoxsa. Dostlar, bir də klanımıza gəlmək istəsəniz şərtlər 4 KD-dən yuxarı olmalısınız. TDM zada oynayırsınızsa onunla yəni ki, belə baxılacaq. Klanımız 4 səviyyə olacaq, o şey az qalır. Yəni ki, klan savaşları zətli var. Hə. Gələk indi şeyə. Necə ban yedim. İndi də necə banı atacağım. İnşallah açılar, inşallah. Buradan dostlar, gələk siz ban açmalı göstərmişsə, aşağıda destek diye bir şey var. Bundan göstərimdə, baxın bura. Bura girdiniz. Burada ceza bildirir zat da ona basıb oxuya bilərsiniz. Nədən cezası yemişsiniz zat. Nə bilim, nə durumlarda ceza yeyə bilərsiniz. Nə VPN atmaq ceza deyil. Mən isə hizmət keçmişi var. Yəni ki, göndərmişəm, buradan göstərimdə necə göndərmişəm. Hizmət keçmişinə girəndə 10 yıldan az engelləmə. Baxın, mən burada yazmışam. Yəni ki, yer çatmayıb. Yazmışam ki, ne yazır ki, emək verdiğim oyun hesabı 03.21.25 tarihiyle 03.29 saatinde haksız yere ban yedi. Oyun içinde kesinlikle yasa dışı eklenti, hile, 3. parti yazılım uygulaması kullanmadım. Sayın PUBG Mobile yetkisi, sizden ricam hesabımın dikkatli yeniden kontrol edilmesi, hatanın düzelmesini bekliyorum. Burası bura qədər normaldır. Yəni ki də, bunu da göndərməyə göstərmişsə, aşağıdan bir saniyə. Gəldim. Aşağıdan burada müşteri hizmetmə iletişime keçsinədir. Baxın, buna basırıq. Buradan da sorun kategorisini seçib, buradan ceza aramaya basırıq. Buradan düşürük. Yəni ki, hesabınız engellənibsə, engelləndiyə basırsınız. Nə, 1 günlük, 2 günlük. 10 yıldan az ya da çox ban yedirsə buna basırsınız. Və aidinizi yazırsınız. Sizin üçün elə beləsinə yazın. Dostlar, gəldik. Baxın, hər bir şey yazdım. Yəni ki, aidini vəsaitini. Hasan ban yemişsiniz, Hasan ban yeməmişsiniz. Onu da oradan talep oluşuna basan, talep oluşunda nəsə problem var, açmır. Biləsiniz, nəyim, ağa atası deyil, nəyim, nəsə deyil, açmır. Buradan bəzisinə gəldik, ekran görüntüsü. Məsələn, WhatsApp'dan yazdığınız bir şeyi belə yazıb qoya bilərsiniz bura, oxumalara daha rahat olsun deyə. Ya da tam belə çox belə yekə bir şey yazıb qoya bilərsiniz. O birisini göstərməyəcəm, ekran görüntüsüdür. Yəni ki, neçə il ban yedim zad yazılıb. Onu da gəlib TikTok'dan baxarsınız. Və bunu yazılıb göndərə basırıq. İncə məndə olmayacaq. Yəni ki, biləsiniz. Baxın, bu yazılır. Sorun işlemlər zad oldu falan filan.
Hə, yəni ki, göndərilmir də, zato nə qədər belə elim göndərilmir. Baxın. Son işlemlər bekləyəndə zat. Çünki bir dənə göndərmişəm və bunu da 72 saat ərzində yəni ki, deyirlər. Vallahi daha bilmirəm nə eləcəmi. Bu qədər göndərdim. Və talıq qoşula 1 saniyə gəldim. Bura gələk. Məsələn, burada nəsə yazdınız, nə ılıcı tulla. Buradan da e-posta adresi. Məsələn, bana yazın. Baxın. Ağa atası. Bir də bunu necə düzəldə bilərəm bizə mənə desəz çox super olar. Yəni ki, çox super olar da mənim üçün də. Hə, dostlar, bugünlük videomuz bu qədər idi. Sağ olun. Salamat qalın. İnşallah banımız açılar. Vallahi daha sözüm yoxdur. Yəni ki, mənə belə şeylər haqqında çox bilirsinizsə, kommentlərdən və ya yorumlardan mənə kömək edə bilərsiniz. Sağ olun.